Sevindirici haldır ki bizim bu tədbirlərimiz qaydasında hər il keçirilir. Daha doğrusu ildə bir neçə dəfə keçirilir. Biz bunu çalışırıq ki, Rüftdə ən azı bir dəfə bu tədbirimizi keçirə bilər. Bildiyiniz kimi gecə tədbir bədii və viktorin hissələrindən ibarət olmaqla, yəni bunun ikisinin də məzmunun özündə birləşdirən bir tədbirdir. Burada həm müəyyən biliklərin nümayiş etdirilməsi, həm də bədii hissənin təqdim edilməsi hissələrindən ibarətdir ki, bu da bizim zövqümüzü oxşamağa yönəldirir. Əziz şahidlər, görürsünüz, ildən ilə, gündən günə tədbirimizin miqyası, rəngarəngliyi, çeşidliliyi, gözəlliyi artır. Və bu da tək təşkilatçıların işi ilə bağlıdır. Burada bu işlə iştirak edən ən balaca şagirddən tutmuş məktəbin direktoruna qədər hər bir şəxsin öz rolu, öz əməyi, öz ürəkdən gələn istəyinin bəhrəsidir. Və siz iştirakçılar da bu tədbiri yaradanlardan bilirsiniz. Və ona görə də mən sizə şagirdlər tələb edirəm ki, tədbirimizin əvvəldən axırına qədər diqqətlə qulaq asaq, zəhməti olanlar, zəhmət çəkib, bilik və bədii isə nümayiş etdirənlər öz istəklərini bir üzə verə bilsinlər. Yəni onların zəhmətinə biz manesini törətməyək. Mən də öz növbəmdə hər biri salamlayıram, hörmətli müəllimlər, hörmətli şagirdlər, əziz balalar. Mehriban müəllimə, siz də xoş gəlmişsiniz. Lalə müəllimə, mən ancaq sizlərə uğur arzulayıram, Lalə müəllim. Belə gecələrin keçirilməsi bilik əldə etməkdir. Hər hansı bir nəsə gecə keçirilirsə, onun hamısı zəhmət, bilik tələb edən bir işlərdir. Əgər zəhmət çəkilsə, orada bilik hər şey olacaq. Mən uğur arzulayıram, Lalə müəllim. Mən də öz adımdan da elə Lalə müəlliməyə çox sağ ol deyirəm. Çünki burada gördüyünüz hələ məzmunun nədən olmasına nasib olmayaraq, bütün bu təşkilatçılığı tək başına özü həyata keçirmişdir. Çox sağ olsun, minnətlərim. Buyurun, Lalə müəllimə. Hörmətli müəllimlər, əziz qonaqlar, şagirdlər və valideynlər. Bugünkü gündə sizi biologiya gecəsinə baxmağa dəvət edirəm. Bu gecənin keçirməkdə bir neçə məqsədim var. Əsas məqsədlərindən biri şagirdlərin biologiya elminə olan marağını artırmaq və biologiya elminin insan həyatında nə qədər mühüm yer tutduğunu göstərməkdən ibarətdir. Buyurub baxa bilərsiniz tədbirimizə. Gecədə sizlərə təbiətimizin həyatımızda nə qədər mühüm yer tutduğunu göstərəcək və bilmədiyinin çox şeyləri öyrənəcək. Azərbaycan gözəl təbiətli bir ölkədir. Onu yaradan vətənimizdən heç nəyə eksik etməyin. Elə gözəl təbiətli bir ölkədə yaşadığımız üçün çox şanslıyıq. Gəlin komandalarımızın üzvləri ilə tanış olaq. Lama komandasının kapitanı Quliyeva Nəsliyə, komandaların digər üzvləri Abdullayev İntiqam, Quliyev Həzrət, Quliyev Aytən, Abdullayev Əzizə, Quliyeva Əslər, Bağırova Çinarə. Medya komandasının kapitanı Əliyeva Firəngil, digər üzvləri Quliyeva Starə, Rəşqon Məcid, Məhərrəmov Fəriş, Abdullayeva Aytən, Əliyeva Rəhəngil, Məhərrəmov Xanlı. Komandalarımızın ilk suallarına tanış olaq. Qanunların təşkilatını öyrənən elm nizamı. Biologiya. Zoologiya. Dostlar, gəlin gözəl təbiətimiz haqqında qısa bir video çərtə baxaq.
Dostlar, gəlin. Dostlar, gəlin məktub gəlir. Kimdəndir? Oxu görək, üstündə nə yazdı? Bağlardan, bağçalardan, güllərdən, çiçəklərdən, ağaclardan, yarpaqlardan, dədər uşaqlardan. Qəribədir, məktub şeirlə yazılıb. Oxuyum, sizdən qulaq asın. Şikayət edir bağçalar bağlar. Bizi incidir dəcəl uşaqlar. Hardan gül görsə, dəcəllər verir. Yaşıl bağlara çox zərər verir. Nadinclər gəzir yaşıl bağları. Qırıb sındırır göy budaqları. Heç rəvadırmı? Ağacları qırar, çiçəkləri qoparar. Ax onlar təhsil öz gözəllikləri ilə insana zövq edir. Onların bir çoxu neçə xəstəliyin dərmanı, təmiz hava mənbəyidir. Komandalarımızın 3-cü sualını dinləyək. İkinci sual. Çiləpəllər sinifinin hansı fəsillərinin digər adı kəpən çiçəklər adlanır? Çiləpəllər sinifinin hansı fəsillərinin digər adı kəpən çiçəklər adlanır? Amar komandasını izləyin. Gülşəklər. Hadsengler. Bana okuyanda yuvarlan geldi. Bunu okuyun eşitliler. Ben de oldum. Orada orada. Ha orada. Görkem olsun. Uşaqlar, sevimli şairimiz Mirzə Rəhbər Sabirin Ağaclar şeirini oxumusunuzmu? Yarın bu şiiri yada salın. Alma palıd şam ağacı hal ilə, eylədilər bəs bu minval ilə. Başladı tərifə palıd qamətin, öydü özü zorbalığın halətin. Yetməz olur söylədi dağlar mənə, layiq olur fəxr edə bağlar mənə. Az qala başım yetişə göllərə, şah budağım kölgə salıb hər yerə. Əssə külək, qopsa da tufan yenə, əynə əsla gücü çatmaz mənə. Canlıcadır, zorbacadır baldırım, sındıra bilməz məni heç yıldırım. Alma ağacı ona verdi cavab. Eyləmə tərif özünü ey canım. Zorbadır hərçən ki qəddin sənin, yox mənə tayi olmağı həddin sənin. Səndə bitən bir neçə bədsiz qoza, ancaq o da qismət olur topuza. Məndə vəli, yaxşı gözəl alma var, rənginə hər kim görə heyran qala. Dadlı, lətafətli, məlahətlidir, saplağı incə, özü ləzzətlidir. Şam ağacı bildi bu keyfiyyəti, söylədi, buraxın bu söhbəti. Boş danışıqdan nə çıxar ay balam? Qış günü siz çılpaq olarsınız tamam. Leyk mənim qışda dəxli az kimi, yaşlı olur paltarım atlas kimi. Lazıma mevkikdirən insanlara, həm deyəm, həm qapı eyvallara. Qış sobada xalq məni yandırar, mənfədir, xalqa mənim çox deyəm. Komandalarımızın 3-cü sualını dinləyək. Latin dilində bu heyvanın adı amfibilərdir. Onun tərcüməsi içində həyat deməkdir. Fransa Sorbonne Universitetinin qarşısında bu canlı heykəli var. Söhbət hansı canlıdan gelir? Bana komandasını izləyin. Bu bana Bu şeirin qəhrəmanları sizinlə görüşə gəlirlər. Gəlin onları səhnəyə dəvət edək. Buyursunlar. Salam uşaqlar, hoş görüb kəndinizi. bildiyimiz kimi biz ağacların üzərində düşən məsuliyyət olduqca böyükdür. Bizden ama zehirli katarlar temizler. Bu oksijenle zenginleştirir. Ben yarpaklarında olan fitosit madde, havadaki zehirli bakteriyalara öldürücü tesir edilir. Uşaqlar, vitaminlərlə zəngin meyvələriniz bizim böyüməyimizə yardımcı olur. Onu da deyək ki, biz buraya tək gəlməmişik. Bizim dostlarımız da bizimlə gəlib. Mən isə sərf ağacıyam. Mən ta qədimdən bəri bu ağaclar yurdunda yaşayıram. Meyvələrim, yarpaqlarım bir çox xəstəliklərə dərmandır. Uşaqlar, hamınızı xoş gördük. Deyə bilərsiniz, mən ölkəmizin hansı rayonlarında çox bitirəm. Afərin bildiniz, Qəbələ Zaqatala rayonları mənim məskənimdir. Uşaqlar, sizə bir tapmaca deyim.
Görək mənim hansı ağac olduğumu tapa biləcəksinizmi? Əyri üyrü boy atar, ayağı yerə batar. Salxım salxım sallanar, altında salvan yatar. Afərin uşaqlar, mən söyüd ağacıyam. Mən isə dəmir ağacam, 3-cü dövrlər iş bitçisiyəm. Əgər talış dağlarına yolunuz düşsə, mənə rast gələ bilərsiniz. 200 ildən artıq ömrüm var. Oduncağım möhtəm olduğu üçün mənə dəmir ağac deyildi. Komandalarımızın 4-cü sualı ilə tanış olaq. Heç vaxt yatmayan canlı hansı? Dostlar, təbiətimizin gözəllikləri daim şairlərimizin, bəstəkarlarımızın ilham mənbəyi olur. Gəlin bu incilərdən birini dinləyək. Əliyev Rəqsin ifasına Azərbaycan mahnısını eşidək. Mehriban Əliyevanın himayədarlığa götürdüyü heyvan hansıdır? Mehriban Əliyevanın himayədarlığa götürdüyü heyvan hansıdır? Ökəm deyil, o zaman. Bağlı salam Mehriban Əliyevanın himayədarlığa götürdüğü heyvan hansıdır? Eyrandı səfər, gözüm vaxtında yaxşı günlər. İndi isə heyvanlar haqqında yeni məlumatlarla tanış olaq. Məsələn, uzanan dişləri ağzınıza dəyərli. Bilirsiniz, 4 təkrar heyvan deyil. Eşitmisiniz? Tarkanların başları qopardan sonra 9 şey yaşay və sonra atından ölür. Dəniz pişikləri, yedikləri hər hansı bədən üzvü ilə hiss edə bilirlər. Sipalılar bütün yeyib içmədən yaşaya bilərlər. Dəvəquşunun gözü beynindən böyükdür. Dəniz ulduzların beyni olmur. Delfinlər bir göz açıq, bir göz qapalı yatır. Lentə bənzər soğulcanlar yemək tapanda öz bədənləri yiyir. İnsanlar 5-ci mərtəbədən zəd almadan aşağı inə bilirlər. Bu qanadının rəngi əhval-ruhiyyətinə görə dəyişir. Timsallar daha dərinə batmaq üçün daş udurlar.
Kenqurular arxaya hərəkət edə bilmirlər. Bir damcıq alqol əqrəbi dəli edir və özünü ölümcül sanca bilir. Açıq havada ağ renkdə görsənə bilən ağ ayılar əsasən şəffaf renkdədir. Onlara işıq düşdüyü üçün ağ renkdə görsənə bilirlər. Komandalarımızın 6-cı sualını dinləyin. İlk dəfə bu bitkini 17-ci əsrdə Rusiyadan Hollandiyaya gətirmiş varlıların saraylarının qarşısında bənövşəyi və çiçəklərdə görə becərirlər. Bu bitkinin çiçəklərdən düzəltilmiş və çox qiymətli gedir. Söhbət hansı bitkidən gedir? Hağı. Əziz İlk dəfə bu bitkini 17-ci əsrdə Rusiyadan Hollandiyaya gətirilmiş və varlıların saraylarının qarşısında bənövşəyi və çiçəklərinə görə becərirlər. Bu bitkinin çiçəklərindən düzəldilmiş gül dəstələri çox qiymətli olur. Bu bitki hansıdır? Əziz tədbir iştirakçıları, indi isə gəlin uşaqlar meşənin qanunu dinləyin. Bacı, bir istəyirəm. Hər məktəbi vaxtdan var. İndi isə nəsə qarışdırıcı Bunlar Ay Tilki kardeş, sen bizimle oynayarsan. Çok heves oynayardım ama vaktim yoktu. Özüme yem toplamalıyım. Vaktimi boş geçirsem düşersin yem toplarım. Ay abi, sən bizimlə oynayarsan? Sizinle oynamaya vaktim yoktu. Gedirəm bal toplamağa. Ben bir gün istirahat etsem çiçekler necə tozlanar, meyveler necə mərəcələr. Ay kardeş, kardeş, bizimle oynayarsan meşede hiç kim bizimle oynamır. Her şeyler zamanın qədrini bilir. Vaktin qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanar. Senden bize dost olma. Ay dələ, sən bizimlə oynayarsan? Çok hevesle oynayardım ama ben sizinle oynasam meşedeki kozaları kim yıkar? Ay göyerçin, sen bizimle oynayarsan? Hayır, ben balalarım için yuva dikmeliyim. Eğer ben vaxtımı bir gün boş geçsem, balam harda qalar? Gel, gedək, çayda soruşaq, yəqin o bizimlə oynayar. Ayça, sənin onsuz da heç bir işin gücün yoxdur. Elə hey axıb gedirsən. Məşədə heç kim bizimlə oynamırsan, bizimlə oynayarsan. Necə yəni işim yoxdur? Bir mənə baxın, mən dincimi almadan gecə gündüz işləyirəm. İnsanlara, heyvanlara su verən mən deyirəmmi? Dərmanları fırladan, yanğınları söndürən mən deyirəmmi? O qədər şey var ki, lap başım güzəllənir. Sizinlə oynamağa nə vaxtım var, nə də halım yoxdur. Ay tənbəllər, bəs siz bugün nə etmişsiniz?
qidalar həzmi daha yaxşılaşdırır. Biz meyvələrdən, bitkilərdən, bitki tohumlardan müxtəlif cür yeməklər hazırlayırıq. Meyvələr vitaminlərlə zənginlidir. Sağlam böyüməmiz üçün çoxlu meyvə yeməmiz lazımdır. Biz bugün meyvə salatı hazırlayacağıq. Siz isə bunları qiymətləndirəcəksiniz. Dostlar, aşpazlarımızın işlerini bitirip uzanana kadar biz de vitaminler hakkında özünden bildik. Onda ise kulak. Ben alışkanlıyorum. Ben belki meyve vitamini hazırlıyorum. Ben organizmde Pomidor, kök, balık yağı, tereyağı, çeleğin sağlığına en çok olan ve insanların tutarı təxminən 1 gram təşkil etməliymiş. Mən bir tanrıyam. Mən şarkıda mübarizəsinə təsir edirəm. Mən sinir sisteminin, ürəyin, əzələrin fəaliyyəti üçün zərurluyam. Mən orqanizmdə çatışmayanda bir xəstəliyi yararlar. Mənə dəlli güclərdən, soğandan, kərəmdən rast gəlmək olar. Orqanizmi mənə olan sudan tələbatı 1 milliqram. Mən C vitaminiyəm. Mən orqanizmlə çatışmayanda Sokorbuq xəstəliyi yaranır. Bu xəstəlik zamanı dişlərin əti qanayır, ağzı siliklik şahsı zədələnir, oynaqlarda ağrılar baş verir. Mən ən çox soğanda, portağalda, limonda, bitkilərin yaşıl hissələrində oluram. Orqanizmin mənə günlük tələbatı 25-50 milliqramdır. Mən D vitaminiyəm. Mən orqanizmdə olmayanda uşaqlarda raxit xəstəliyinə səbəb oluram. Mən ən çox balıqda, süddə, yumurtanın sarısında və günəşin ultrabənəşə şüalarında oluram. Mənə orqanizmin sutqalıq tələbatı 0,1-0,2 milliqramdır. Mən isə P vitaminiyəm. P vitamini mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. P vitaminlərinin mənbələri ət məhsulları və dənli bitkilərdir. Dondurulmuş ərzaqlarda P vitamini yaxşı qalır. İsti emal zamanı isə 15-30% itir. Mən isə Y vitaminiyəm. Mən əzələlərin möhkəmlənməsində dərinin normal vəziyyəti üçün lazımam. Mən maddələrin mübadiləsində iştirak edirəm, yağların həzm olunmasına kömək edirəm. Mən bitki mənşəli yağların tərkibində oluram. Uşaqlar, qışda yeyilən meyvələrin xeyrini bilmək istəyirsinizmi? Bəli. Onda ise kulak asar. Bilirsiniz, qışdanımızın tenti azalır. Tez-tez xəstələnlik, bununla qarşısını almaq üçün bol-bol meyvə yeməliyik. Məsələn, portağal çox yeməliyik ki, immunitetimizi artırsın. Portağalın tərkibi C vitamini zəngindir. İçindəki minerallar cildini qoruyur. Bağırsaq qurdunun tökülməsinə xeyir, qaraciyərin düzgün işləməsini tənzimləyir. Bilirsinizmi, ki, bütövlükdə C vitaminindən təşkil olunmuşdur. O, qandakı şəkəri nəzarətdə saxlayır. Ürək döyüntülərini tənzimləyir. Uşaqların inkişafı üçün çox faydalıdır. Benim en büyük organı hansı? Dəri. Dəri. İndi isə səndə idmançılarındır. Burada yer var, o arasında gəlmir. Heç olmaz, uşağa görədir, mənim. Nə lazım?
Arkadaşlar, daha şekilde hazırlarına kadar takip edelim. Şahit müəllimlər var. Amma mən Biz hazırladığınla nəzər alınmalı. Aya dəyər nə qədərdir? Çok güzel, çok güzel. Oluyor, süper. Kim var? Süper. Qiyməti qoyuram, müəllimə, qiyməti qoyuram. Qiymət ala qoyun, yaxşı. 5 bal veririm mən. Elə bu şey. Zadına bak qiymətləndirir. Bir də mübarək. Hörmətli müslimlər deyilək, xahiş edirik, salatı qiymətləndirək. Sən idarəni sabah Zaten diyorum qiymətləndi də ona görə. Hə, qoyun qalsın, nafaqa idarəni. Hörmətli müslimlər deyilək, xahiş edirik, salatı qiymətləndirək. Arkadan buraya bırak, hangi hazırlarına Eyni şeydir, əlma da eynidir. Eyni olmaz, yox. Arı qarşı var. O parçalı. Götürsən, sən qalib onu çəkməyin, qapı bilsin. Qiymətə bax. Sən də 5 qiymət. Elə. Aparma, ayrı Elə var deyib buyura, mən get yerinə. Hətta görməzsəksən. Anam da bulursan içine. Geciktiğine göre saat 4 bal ama çıktı bir de vurmuşsan çok güzelmiş. Belki 2 saat 4 bal vereceğim. Gecikdiyin gəl. Ve geciktiğine göre de lengişler. Yüzə xatırlayan hamdemə həkimlər Ay gəl, qoy bura. Yəni, qiymətləndi deyil. Qiymətləndirmənin nəticəsinə əsasən Quleyə Vəzifər və Abdullayev Aytəs 5 bal toplamış. Kontamatlı kadar yuva ettiği 8. sınıf şagirdi Babrova Çinare.
9 sual. Qışlar qida çatışmamalığı və iqlim soyması ilə əlaqədar bəzi heyvanlar qış yuxusuna gedir. Məsələn, ayılar. Bəzi səhrada quraqlıq dövrü ilə əlaqədar yay yuxusuna gələn heyvanlar hansıdır? İlan. Xeyr, səhv. Təbinkələr. Qışlar qida çatışmamalığı və iqlimin soyulması ilə əlaqədar bəzi heyvanlar qış yuxusuna gedir. Məsələn, ayılar. Bəzi səhrada quraqlıq dövrü ilə əlaqədar yay yuxusuna gələn heyvanlar hansıdır? Bağa və sümükqıranlar. Bağa və sümükqıranlar. 10-cu sinif şagirdi Süleymanov sahibi dəvət edək. Yerin altı xəzinə üstü canlı muzeydir. Qədim otlar yurdu Azərbaycan insanın yaşaması üçün hər cür neyməti var. Onun gözəl təbii iqlimi, torpağı, nefti, pamlığı, üzümü, balığı, bitki örtüyü və heyvanat aləmi vardır. Təbii sərvətlərimizin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması konkret dünya səviyyəli bir məsələdir. 1988-ci ildən Ermənistan Azərbaycana qarşı ərazi ideyası reallaşdırmaq məqsədi ilə aparılmış müharibə nəticəsində torpaqlarımızın 20% işğal edilmişdir. Qarabağda erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına məhv edilmişdir. Bununla da oradakı torpaqlarının yeraltı və yerüstü sərvətləri, flora və faunası düşmən torpaqları altındadır. İnci isə Quliyə və Ayşənin rəqsinə baxar.
Hep demişler, insan için en büyük hediye can sağlığıdır. Alkollü içkilerin organizm için çok büyük ziyanı var. Həzm organlarının xəstəliklərinə səbəb olur. Ürək əzəlilərinin işini pozur. Qaraciyər xərçənginə və seriyozuna səbəb olur. Ani ölüm təhlükəsi yaradır. Hafizə pozğunluğu, qorxu, unutqanlıq və s. yaradır. Bu sağlam insanın qaraciyəridir. Bu isə daim alkohol qəbul edən insanın seriyozlu qaraciyəridir. Uşaqlar, zərərli vərdişlərdən uzaq olaq. Ancaq bəzi insanlar zərərli vərdişlərdən uzaqlaşa bilmirlər. Sigaret, alkoqol və narkotik maddələrdən istifadə insan orqanizmini zəiflədir və bu da qarşıda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ağciyər xərçənginin 50-87%-nin səbəbi sigaretdir. Ürək xəstəliklərinin 25%-nin səbəbi sigaretdir. Qida borusu, ağız boşluğu xərçənginin yaranma səbəbi sigaretdir. Sigaret damarların daralmasına səbəb olur ki, bu da qan dövranı pozur. Sigaret çəkən insanlar ürək çatışmamazlığı, iflic, asma kimi xəstəliklər meydana çıxır. Bu sigaret çəkməyən insan akciğeridir, bu da sigaret çəkən insan akciğeridir. Sen yönetmen onu görsünler şu anda. Yönetmen, indi daha bir Sigaret çəkməyən insan akciğeridir, bu da sigaret çəkən insan akciğeridir. İndi isə akciğer mahnısını dinləyirik. Tırnaklarımızı ve kulaklarımızı temiz saklamalıyız. Dördüncü şart, yemekten evvel ellerimizi bağlıyız. Beşinci şart, idman etmeli ve sağlam beslenmeliyiz. Saat duranda ve akşamlar yatmaktan evvel dişlerimizi fırçalamalıyız.
faydasız bitki gətirməyi tapşırır. Şagird geriyə qayıdarkən Loğmanı necə apır? Zəhərli bitki yoxdur, bitkilərin hamısı xeyirlidir. Dostlar, indi isə dərman bitkilər haqqında məlumatlarla tanışırıq. Bəzi insanlar Bəzi insanlar dərmanlarla xəstəlikləri müalicəyə tapmışlar. Belə insanlara loğmanlar deyilir. Biz həkimlər də bəzi xəstəliklərin müalicəsində dərman bitkilərindən istifadə edirik. Gəlin bu bitkilərlə tanışalım. Birisi nə bitkisidir? Bu dadıqlı bitkisidir. Bu bitkinin zox və yarpaqlarından hazırlanan dəmləmələrdə irinli və yararlı irinli və kisimlərin təmizlənməsində istifadə olunur. Müasir dövrdə tibbi yüksək inkişafına baxmayaraq, dərmanların hazırlamasında bir çox xəstəliklərin müalicəsində bitkilərdən istifadə olunur. Hazırlanan dəmləmələrdən öskürək, əleyhinlər və yuxarı tənəffüs yollarının xəstəliklərində geniş istifadə olunur. Aloe, yaraların sağaldırılmasında kompres kimi istifadə olunur. Bilirsiniz bu nə bitkisidir? Bu çəkikotu bitkisidir. Qida məhsullarında, yəni və çay məhsullarında istifadə etdiyimiz bir bitkidir. Çəkikotu bitkisi yuxarı tənəffüs yolları və bədə bağırsaq xəstəliyindən köməyə gəlir. Bu nanə bitkisidir. Mədə spazmasını aradan qaldırır, əsəbləri sakitləşdirir, bəlğəm gətirir. Şirin bira, bu bitkinin kök və kökümsollarından hazırlanan dəmləmələrdən öskürək əleyhinə, bilibrit, yəni ağciyər xəstəliyin müalicəsində geniş istifadə olunur. Bilməm qaldı. Hə, gəlin sağlam Yəni olaq. sağlam olaraq sağlam qalır. Komandalarımızın sonuncu sualını təqdim edin. Adı günümüzdə ilk sınava düşmüş böcək hansı? Biologiya məlumatlarıdır. Qaliblərimiz Mendel komandasında 4 suala düzgün cavab verdilər. Mama komandası isə cəmi 2 suala düzgün cavab verdilər. Səhnəyə 8-ci sinif şagirdlərini dəvət edin. 20% düşmən qapıda qaldırılır. Ümid edirik ki, o sehirli, gözəl təbiətimizə tez bir zamanda birlikdə səyahət edəcəyik. İnanırıq ki, Prezidentimiz Cənab İlham Əliyev bu sevinci bizlərə yaşadacaq. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun sülməranlı səfiri, uşaqları və təbiəti dostu Mehriban xanım Əliyeva təbiəti qoruyub divizə altında hər il müxtəlif layihələr həyata keçirib. İndi isə Azərbaycan mahnısını dinləyək. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.
həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. aziz balalar, bu kadar güzel işler ettiğinize göre her birinize öz adımdan, məktəbin müəllimləri adından dərin təşəkkür edirəm. İlk öncə mən istəyirəm ki, dövlətimizə minnətdarlığımı bildirəm. Bizim
rəhbərliyimizə öz minnətdarlığımı bildirirəm. Rəhbərlik etdiyim kollektivimiz adından, Xocalı rayon təhsil şöbəsi adından, rayon rəhbərliyi adından hörmətli Şahid müəllim, ən azından ona görə ki, bizim üçün belə gözəl bir şəraitli məktəb tikib veriblər. Biz hamımız bilirik ki, hakikətdə məsəllaşmışıq 2 ilə yaxın. Orada bizim bir dənə iclas keçirməyə, tədbir keçirmək üçün heç bir balaca otağımız yox idi. Amma bugün görün, dövlətimizin hər bir sahədə, hər bir işdə gördüyü iş bunlardan ibarətdir. Biz məcburi köşkülər olsaq da, biz heç vaxt dövlətimizin himayəsindən bir an belə geridə qalmamışıq. İlk öncə yenə də deyirəm, Cənab Prezidentimizə mən minnətdarlığımı bildirirəm. Və onun xanımı İdarə Elektrik Fondunun Prezidenti Mehriban Əliyeva, siz gənclərə, sizlərə daimi dəstək olun. Respublikanın elə dikəni kəsəyi yoxdur ki, orada bax bu tipli, master tipli məktəb tikilməyə, uşaq bağçaları tikilməyə. Gəlin hər birimiz Cənab Prezidentimizi Mehriban Əliyevanı ürəkdən alqışlar, heç olsun. O ki qaldı bugünkü gecənin təşkilində başda Rauf müəllim olmaq şərti ilə Lalə müəllimə mən sizə öz minnətdarlığımı bildirirəm ki, hər hansı bir müəllimin, şagirdin bir balaca Lalə müəllimə kömək olursa, onun hamısını öz minnətdarlığımı bildirirəm. Və mən nə demək istəyirəm? Lalə müəllimə doğrudan da təbiət elə bir varlıqdır ki, istər 70 yaşında, istər 80 yaşında hansı bir televiziyada nəsə təbiət haqqında veriş gelsə yaşından, istər 5 yaşı, yəni 50 yaşı, o insanlar hamısı ora baxır. Mən sizə minnətdarlığımı bildirirəm ona görə, ən azından bugün bizim şagirdlərimiz bilmədiyi sualları gedib-evdə axtaracaqlar. Və mən özüm də bugün burada nəsə öyrəndim ki, Sibağanın yayda yatmağını mən bilmirdim. Bugün mən onu özüm üçün öyrəndim. Və hər kəs də öyrənməyəcəksə, onun öz günahıdır. Əziz balalar, mən hamınıza uğur arzu edirəm. Arzu edirəm ki, bax, belə xoş tədbirlərdə iştirak edək. Lalə müəllimə, çox sağ olun. Sizə direksiya adından təşəkkür elan edirəm. Və komanda üzvlərində iştirak edən şəxslərə hər birisinə deməli, məktəbimizin adından təşəkkür elan edirəm. Çox sağ olun. Şəxsən məni çox qane elədi. Çox qane elədi. Yəni ki, müəllim yoldaşlara söz verəcəm çıxış etməyə. Növbəti, Şahid müəllim, biləsiniz ki, növbəti etapda fevral ayının 5-10 ərəfəsində, çünki Xocalı faciəmiz gəlir, 5-10 ərəfəsi İngilis dili gecəmiz olacaq məktəbdə. Bunu da xəbərdarlığı olsun ki, bundan da bir balaca əhəl olsun. Çalışın ki, orada bütün suallar İngiliscə geçsin, müəllimələr. O uşağın müraciəti hamısı İngilis dilində olsun. Yəni ki, Allahın köməkliyindən oğlunar. Köməkliyi nə lazım olsa, bir daha Lalə müəllim sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, belə gözəl tədbir hazırlamışsınız uşaqlara, elimizə, obamıza. Amma birdən də bəlkə də mənim də səhvim var, valideynlərdən dəvət etməmişik. Gələn növbəti etapda yadınızda qalsın bizdən müəllimə. Valideynlərdən dəvət edək, o bizim işimizdə də məktəbin işləri diqqət verən olsun. Mən sözü icra nümayəndəmiz Şahid müəllimə verirəm. Buyur Şahid müəllim. İlk öncə Rauf müəllim, salamlayıram hər birinizi, əziz balalar, əziz müəllimlər. Mən bu tədbirdə iştirak eləməyimdən bu günləri çox sevinir oldum və başda rəhbərliyi kollektivi olmaqla tədbiri təşkil edən müəllimiyə nümayəndəlik adından, şəxsən öz adından minnətdarlıq edirəm. Çox sağ olun. Sağ olun. Nəsə ortalığa çıxardıb nümayiş elətdirmək və onu cəmiyyətə çatdırmaq, müəllimi, ziyalını, alimi gördüyü işin bəhrəsi göstərmək, bu reklam taklidir. Sizin gördüyünüz zəhmətin qarşılığı olaraq elan olunur ki, bəli, bu günləri indiyənə qədər mən 4 ay təhsil verdiyim şagirdlər bunu çıxardır. Hər hansı bir yazarın bir nəşri çıxanda ortalığa, bu yazarın gördüyü işlər o kitabla ölçülür.
müəllimin gördüyü zəhmət, bəhrə, bugünkü tədbirin sonunda da onun ali məktəbə daxil olması ilə təsdiqlənir, mühürlənir. Mən bugünkü tədbirlər görə bir daha öz adımdan yenə də təkrar kimi çıxmasın. Mən arzu eləyərəm ki, Lalə müəllimiyə özlərinin minnətdarlığımı bildirirəm və ona bu tədbirin iştirakında, təşkilində köməklik göstərmiş hər hansı istənilən muzey işçisi olsun, istənilən mətbuat orqanı olsun, istənilən müəllim olsun, onlarla birlikdə onlara da uzun ömür, can sağlığı arzu edirəm və minnətdarlığımı bildirirəm. Və şagirdlərin bu canfəşanlıqla bu tədbirdə belə iştirak eləməsi bir daha məktəbdə təhsilin öz yerində olduğu, müəllimin öz yerində olduğunu isbat edir, sübut edir. Kollektivinizə uzun ömür, müvəffəqiyyətlər, bütün gördüyünüz işlərdə mən öz tərəfimdən nə dəstək lazımdırsa göstərməyə hazıram, asılı olmayaraq. İstər maddi, istər mənəvi cəhətdən hər hansı bir problemimiz yaşansa, biz nümayəndəlik öz vəzifəmizə, öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq. Minnətdaram hər birinizə və bu gecələrin davamlı olmasını arzu edirəm. İstər-istəməz məni bir ani olaraq Keşmiş Xan kəndində təhsil aldığım bir dövrə apardınız, çıxartdınız. Çünki həmin dövrdə biz həftədə, deyək ki, həftədə bir dəfə ən azından idman zalımız var idi. Həmin idman zalında istər kimya, istər fizika sahəsində, istər riyaziyyat, istər əmək təlimi sahəsində olimpiyada keçirildi, belə gecələr keçirilirdi. O biri məktəblərlə qarşılıqlı olaraq. İndi bu birinci sınaqdır. Bu sınaqdan nəsə çatışmamazlıqlar varsa, növbəti müəllimlər o sınaqdan bir dərs, nəticə götürməlidir.